Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam, əziz və dəyərli Quran tələbələri. Biz sizinlə keçən dərslərdə fəthə və kəsrə haqqında keçdik. İndi isə dammə haqqında keçəcəyik. Dammə, yəni bizim U səsi. Dammə hərəkəsi bizim U səsidir. İndi isə hərflər ilə birlikdə oxuyaq. U, bu, tu, su, cu, hu, xu, du, zu, ru, zu, su, şu, su, du, tu, zu, u, ğu, fu, qu, ku, lu, mu, nu, hu, vu, yu. Sağ olun əziz tələbələr. Bugünkü dərsimiz bura qədər. Gələn dərslərə qədər. Allahın nəzərində olasınız. Amin inşallah.